Salam hörmətli abituriyentlər. Bu videoda mən sizlər üçün Biologiya OTK 20 sınaq test toplusundan 17-ci sınağın 8-ci sualının izahını vermək istəyirəm. Sualda deyilir ki, DNT molekulunun sintezi zamanı 198 molekul su əmələ gəlib. Əgər qarğıdalı dərinin cücərməsinə sərf olunan suyun miqdarı DNT-nin nukleotidlərinin sayına bərabər olarsa, bu bitkinin quru dənlərinin çəkisini müəyyən edin. Demək, əvvəlcə mən DNT molekulunda neçə nukleotid olduğunu hesablamalıyam. Əgər 198 molekul su ayrılırsa, ondan 2 vahid çox nukleotid olur. 198-in üzərinə 2 gələndə tapırıq ki, 200 nukleotiddir. Demək, qarğıdalı deyir bizdə. Demək, qarğıdalı dəninin cücərməsi üçün 200 qram su lazım olarsa, bu zaman qarğıdalı dəninin quru kütləsini hesablamalıyıq. Biz bilirik ki, qarğıdalı cücərən zaman öz çəkisinin 2də 1-i qədər su tələb edir. Əgər 2də 1-i qədər su tələb edibsə, suyun miqdarı 200 qrama bərabərdirsə, onda biz 200-ü vururuq 2-yə, bərabərdir 400 qram. Yəni, qarğıdalının cücərməmiş quru dənlərinin çəkisi 400 qrama bərabərdir. Doğru cavabımız olur Y variantı.